dilimiz, mədəniyyətimiz, tariximiz və qüdrətli dövlətimizdir. Bu il ölkəmizdə konstitusiya və suverenlik ili kimi qeyd olundu. Suverenliyinin və müstəqilliyinin bariz göstəricisidir. Bu zəfər Ali Başkomandan Prezident İlham Əliyevin tarixi liderliyini, Azərbaycan xalqının siyasi gərginliklər, təhlükəsizlik riskləri və sürətlə haqlı şəkildə fəxr edirik. Güclü yeni ildə hər birinizə möhkəm can sağlığı, Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Onların əziz xatirəsi daim qəlbimizdədir. Güclü Azərbaycan, sağ olun. Kim deyir ki tayı var kürümün, arazımın, baharımın, yazımın? İsti bir bucaqsan, ruhum mənim, göylərin min rəngini sevirəm. Həyatın sevinci də